Oldu. Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə ə, cümlənin məqsəd və intonasiya görünürlərini və eyni zamanda sadə cümlənin şəxsə görə növləri haqqında danışmalıyıq. Məqsəd və intonasiyaya görə cümlənin 4 növü var. Birinci cümləmiz nəqli cümlədir. Birinci növ nəqli cümlə. İkinci sual cümləsi, sonra əmr cümləsi, ən sonda isə nida cümləsi olaraq bölünür. Bunlar əslində ibtidai sinifdə keçirilən və bütün siniflərdə getdikcə təkmilləşdirilən mövzulardır. Bəs yaxşı, nəqli cümlə nədir? Nəqli cümlə əşya, hadisə, əlamət haqqında məlumat vermək məqsədi ilə işlədilir. Belə cümlələr adi tonla deyilir. Nəqli cümlələrin sonunda adətən nöqtə durğu işarəsindən istifadə olunur. Məsələn, ilin qış aylarından biri idi. İlin qış aylarından biri idi. Gördünüz, sadə bir tonla deyilən cümlə və nöqtədən istifadə etdik. Bu formada nəqli cümlələr məqsəd və intonasiyaya görə başqa cümlə növləri ilə müqayisədə daha çox işlənir. Nəqli cümlələr ismi və fe'li xəbərli ola bilər. Yəni həm ismi xəbərdən, həm fe'li xəbərdən istifadə edə bilərik. Nəqli cümləni bunu qeyd olaraq qeyd edin. Nəqli cümlənin xəbəri heç vaxt əmr şəklində ola bilməz. Əmr şəklində ola bilməz. Mhm. Sonrasında deməli bunu qeyd olaraq yazdıq. Keçirik sual cümləsinə. Sual cümləsi sual vermək, məlumat almaq və məlumatı dəqiqləşdirmək üçün işlədilən cümlələrə sual cümləsi deyilir. Sual cümlələri üç yolla yaranır. Sual əvəzliyi ilə əmələ gələn sual cümlələri üç yolla yarandı. Hansılar? 1. Sual əvəzliyi ilə yarananlar. 2. Sual ədatları ilə əmələ gələnlər. Və eyni qayda yalnız intonasiya ilə yarananlar. Hansılar? Yalnız intonasiya ilə. Aha, ola bilər ki, sual cümlələrində məsələn hamısı bir yerdə işlənə bilər. Bu dediyimizin üçü də bir yerdə işlənə bilsin. Məsələn, bəs bu işləri kim görəcək? Məsələn, deyirik ki, bəs bu işləri kim görəcək? Baxırsınız, bəs sual ədatım kim? Sual əvəzliyim. Görəcəyin özündə, ümumiyyətlə cümlənin özündə də intonasiyadan istifadə olunub. Bunu da gördük. Deməli, bu cümlə necə cümlə adlanacaq? Kompleks cümlə. Kompleks cümlə. Kompleks cümlə olaraq adlanır. Sual cümlələri. Hansı vasitə ilə düzəlməyindən asılı olmayaraq, bütün sual cümlələrində az və ya çox dərəcədə sual intonasiyası olur. Yəni, istəyir sual əvəzliyi ilə düzəlmiş olsun, istəyir sual ədatı ilə düzəlmiş olsun, fərqi yoxdur. Hamısında demək olar ki, sual intonasiyasından istifadə olunur. Ondan sonra bəzən sual əvəzliyi işlənsə belə, həmin cümlədə sual intonasiyası əmələ gətirməyə də bilər. Bu əsasən iki halda olur. Hansı hallardır? Bir, tabeli mürəkkəb cümlənin sual əvəzliyi bağlayıcı söz kimi işləndikdə, bir də sual əvəzliyi işlənmiş sadə cümlədə cümləyə təsdiq və inkar ədatları ilə cavab vermək mümkün olduqda. Yaxşı. Deməli bunları da qeyd etdik. Sonrasında, gəlin sual əvəzliyi ilə yarananlardan cümlənin birindən danışaq. Azərbaycan nə zaman müstəqillik qazanmışdır? Nə zaman müstəqillik qazanmışdır? Nə etmişdir? Qazanmışdır. Təbii ki, indi buraları şey eləmirik. Nə zaman deyə bir sual əvəzliyimiz var. Deməli, bu cümlənin yaranmasında sual əvəzliyinin rolu var. Ondan sonra eyni qayda ilə bayaq bəsə aid də birini dedik və ya yəni, məgər, mı, sual ədatları bunlarla da yarananlar olur. Bir də deyirəm ki, sən Xəmsəni oxumusan? Xəmsəni
Xəmsəni oxumusan? Sual verin. Bax, sadə sualı siləndə sən xəmsəni oxumusan. Nəqli cümlə olur. Amma qayıdıb sual işarəsini qoyanda sən xəmsəni oxumusan? Deyə sual verirəm. Deməli, bu nə ilə yaranıb? İntonasiya ilə. Çünki baxıram, nə sual əvəzliyim var, nə sual ədatım var. Ona görə. Keçirik əmr cümləsinə. Əmr cümləsi ə, əmr, istək, xahiş, təklif, nəsihət, məsləhət və sair bildirən cümlələrdir əmr cümlələri. Əmr cümlələrinin xəbəri bir qayda olaraq feilin əmr şəklində olur. Harda olur? Nədə olur? Feilin əmr şəklində. Əmr şəkli yəqin ki, bilirsiniz, yadınıza gəlir necə olursa. Yaxşı. Məsələn, təbiəti qoru. Təbiəti qoru. Baxırıq, qoru. Nədir qoru? Artıq əmr şəklində olan sözdür və burada da bir əmr tipli ifadə var. Deməli, hansı cümlədədir? Əmr cümləsindədir. Sonra deyirəm ki, sonra nədən olur bunların içində? Əmr ədatları və əmr cümlələrinin qurulmasında iştirak edir. Əmr ədatları hansılardır? Qoy, bax, gör, de, desənə, gəlsənə, görsənə bu tipli sözlər idi. Düzdürmü? Deməli, baxaq, deyirəm ki, de cavab ver. De, cavab ver. Burada görürsünüz artıq di əmr adasından istifadə olunub. Deməli, nə cümləsidir? Əmr cümləsidir. Əmr cümləsinin sonunda da nöqtə işarəsindən istifadə olunur. Keçirik nida cümləsinə, nida cümlələrinə. Nida cümlələri yüksək hiss və həyəcanla deyilən cümlələrə nida cümlələri deyilir. Nəqli, sual və əmr cümlələri yüksək intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir. Yəni, hər üç bayaqdan danışdığımız cümlələrin növü yüksək intonasiya ilə, hisslə, həyəcanla deyilən vaxt avtomatik olaraq nida cümləsinə çevrilir. Nida cümləsi iki yolla yaranır. Hansılardır? Qeyd eləyək. Bir, intonasiya ilə. Bir də nidaların köməyi ilə. Nə ilə? Nidaların köməyi ilə. Nidalarla yazıram. İntonasiya ilə yarananda. Məsələn, bura vətəndir. Artıq bura vətəndir. Bir hisslə, həyəcanla deyirəm. Artıq burada yarandı. Və nida cümləsinin sonunda nida işarəsindən istifadə olunur. Sonra bir də nidaların köməyi ilə yarananda. Ah, necə, necə, kef çəkməli idi. Burada artıq bir nida istifadə olunub və cümləm nida cümləsi sayılacaq. Nida cümlələri nidaların iştirakı olmadan da formalaşa bilər. Bu və ya nəqli, sual və əmr cümlələrində də nidalar ola bilər. Başqa sözlə, nidanın işlənməsi heç də həmişə nida cümləsini yaratmır. Yəni, sizə gətirib də nəqli cümlənin içində və ya sual cümləsinin içində nidanı işlədib də deyəcək də, sən bu nida cümləsi, məsələn, deyirəm ki, aha, demək yalan deyirsən. Sual. Burada aha nida olmağına baxmayaraq cümləni başdan ayağa oxuyuram. Cümləm sual cümləsidir. Deməli burada nədir? Bu artıq sual cümləsi, sual işarəsi var da. Sual cümləsidir. Bu formada olur. İndi isə biz sizlərlə sadə cümlənin şəxsə görə növlərindən danışmalıyıq. Sadə cümlənin şəxsə görə növləri. Sadə cümlənin şəxsə görə növləri. Sadə cümlə nədir ümumiyyətlə? Sadə cümlənin quruluşsa iki növ olur. Bir mürəkkəb cümlə, bir də sadə cümlə. Sadə cümlə bir mübtədası, bir xəbəri olur. Elə olur ki, təkcə bir xəbərdən ibarət olanda da mübtədadır. Sadə cümlədir. Bir mübtədadan ibarət olanda da o sadə cümlədir. Əgər bir cümləmdə mübtəda bir dənədir, xəbərim iki dənədirsə və hər iki xəbər də bir mübtədaya tabedirsə, deməli bu cümləm sadə cümlədir. Amma bir cümləmdə
Mübtəda yoxdur. İki xəbərim var. Birinin qarşısına məsələn gəlirəm, gəlirəmdir də bu xəbər deyək ki. Bu da gedirsizdir. Hə, belə bir iki dənə xəbərim var. Gəlirəm kim? Mən. Gedirsiz kim? Siz. Bir dənə xəbər olmağına baxmayaraq, hər ikisinin qarşısına ayrı-ayrı mübtədalar gətirirəm. Eyni yox, ayrı-ayrı mübtədalar gətirə bilirəmsə, o zaman bu cümlə mürəkkəb cümlə adlanacaq. Bu hissədə məncə problem yaşanmaz. Getdikcə öyrəniləcək. Sadə cümlənin isə hər şeydən öncə şəxsə görə növləri var. Yəni işlənmə şəxsinə əsasən növləri var. Baxaq. Deməli ilk öncə nədir? Sadə cümlədə iki formada olur. Bir xəbər əsasında formalaşan sadə cümlənin növləri. Bir də var mübtəda əsasında formalaşan sadə cümlənin növləri. Gəlin açıq-aşkar birinci adlıq cümlə, yəni mübtəda əsasında formalaşanı deyim, aradan çıxardaq, sonra isə xəbər əsasında formalaşanı deyək. Mübtəda əsasında formalaşan mübtəda. Mübtəda əsasında formalaşan, deməli hansı cümlə olacaq? Adlıq cümlələr. Adlıq cümlə nədir bəs? Adlıq cümlədə xəbər olmur. Baxırsınız, daha çox əsərlərin başında verilən bir hissədir o hissə. Və adlıq cümlə əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verən sadə cümlədir. Adlıq cümlələrdə dediyim kimi xəbər olmur, mübtəda əsasında formalaşır. Adlıq cümlələr yazılı ədəbiyyatı, yəni ədəbiyyatımızda istifadə olunur. Publistik əsərlərdə istifadə olunur. Məsələn, deyirəm, Şuşa qalası, nöqtə, Cıdır düzü. Ondan sonra, nə bilim, e, at sapan igidlər. Burada baxın, bizim beynimizə yaranlaşır birdən təkcə burada mübtəda olar. Xeyr, yoxdur. Kim igidlər, hansı igidlər, at sapan igidlər təyin vasitəsilə də yarana bilir. Yəni adlıq cümlənin əsas xüsusiyyəti nədir? Bu cümlələrdə xəbər olmur. Mübtədadır, mübtəda əsasında formalaşanlardır. Yəni xəbərdən başqa digər ikinci dərəcəli üzvlərdən də istifadə oluna bilər. Məsələn, səhər çağı, son baxış, vida mərasimi və s. Görürsünüz, ard-arda qoşursunuz. Bunun heç birində xəbər yox idi. Xəbər yox idisə, deməli olacaq nə? Adlıq cümlələr. Sonrasında, indi isə keçək nəyə deyim sizə? Sadə cümlənin xəbərə əsasən formalaşanlarına. İlk öncə hansıdır? Müəyyən şəxsli cümlə. Müəyyən şəxsi cümlə adından da məlumdur. Müəyyən olur. Hərəkəti edən, iştirak edən cümlələr müəyyən şəxs, yəni mübtəda və xəbər olacaq ilk öncə cümlədə. Ya cümləmdə mübtədam var, yoxdursa da xəbər əsasında xəbər vasitəsilə mübtədanı bərpa edə bilirəm. Bərpa edə bilirəmsə, o zaman bu cümlə nə adlanacaq? Müəyyən şəxsli cümlə adlanmış olacaq. Gəlin belə danışaq. Deyirəm, mən getdim. Nə etdim? Getdim. Kim? Mən. Mən deyib də kim sual cavab verdi? Mübtədam var. Deməli bu cümlə necə cümlə adlanacaq? Müəyyən şəxsli cümlə. Ondan sonra eləcə təkcə getdim deyək. Cümləni veriblər getdim. Getdim. Xəbər dedim. Avtomatik beynimizə gətirirəm. Kimdir gedən? Mən getdim deyə bilərəm. Deməli bu olacaq artıq müəyyən şəxsi cümlə. Yəni mübtədanı beynimizdə bərpa eləyə biliriksə, olur müəyyən şəxsli cümlə. Bunu bir dənə şeylə deyim sizə. Hamısında olacaq şəxslərdən. Mən, sən, biz, siz, biz, siz, o. Hamısında olur. Bir dənə onlar var ki, onlarda bu əhvalat olmur. Necə olur? Əgər deyirəm ki, onlar bunu bilmədi. Nə etdi? Bilmədi. Kim? Onlar nəyi bunu? Baxıram ki, cümləmdə onlarım, mübtədam var. Deməli bu cümləm nədir? Müəyyən şəxsli cümlə. Bir də deyirəm,
Bilmədilər olmalı idi burada. Mən şey eləmədim. Bir də deyirəm ki, bunu bilmədilər. Nə etdilər? Bilmədilər. Nəyi bunu? Kim? Onlar. Kimi, əgər onlar sözünü gözünüz görmürsə, beyninizlə gətirirsinizsə, bu müəyyən şəxsli cümlə olmayacaq. Qeyri-müəyyən şəxsli cümlə olacaq. Bu formada bunu yadda saxlayın. Onları gözüm görməyib, ancaq fikrimdə gətirə bilirəmsə, o zaman qeyri-müəyyən şəxsli cümlədir. Amma gözüm görürsə, müəyyən şəxsli cümlədir. Bu formada bunu bilin. Keçim indi qeyri-müəyyən şəxsi cümləyə bir neçəsini deyək, daha yaxşı başa düşüləcək. Hərəkət və hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirir. Qeyri-müəyyən şəxsi cümlə. Qeyri-müəyyən şəxsi cümlə xəbər əsasında formalaşır, mübtədası olmur. Belə cümlələrin xəbəri üçüncü şəxsin cəmində, yəni onlar formasında olur. Məsələn, yarış keçirirdilər. Nə edirdilər? Keçirirdilər. Nəyi keçirirdilər? Yarışı keçirirdilər. Tamamlıqda. Kim keçirirdi? Onlar. Bu onlar kimdir? Bəllidirmi? Hansı onlardır? Əlidir, Vəlidir, Pirvəlidir. Kimdir bu onlar? Bilinmir. Deməli, bu cümləm olacaq. Nədir bu cümlə? Olacaq qeyri-müəyyən şəxsi cümlə. Ondan sonra nə edək? Belə cümlələrdə işi icra edən əsasən bir qrup şəxsdən ibarət olur. Lakin onlar qeyri-müəyyən olur. Həmin cümlələrdə diqqəti cəlb edən işi icra edən deyil, işin özüdür. Bu cəhətdən belə cümlələrdə mübtəda şəxssiz cümlədən fərqli olaraq təxmin oluna bilər. Yəni, gördüyünüz kimi təxmin edə bilirəm onları, amma gətirsəm də yenə də qeyri-müəyyən olur deyə dəymirəm. Sonrasında qeyri-müəyyən şəxsi cümlələrdə çox zaman elə bil ki və ya ki ilə belə mötərizə yazıram bilin. Ondan sonra sanki, deyəsən, ondan sonra güya ki, modal sözlərlə istifadə olunur. Elə bil məni yuxudan oyatdılar. Nə etdilər? Oyatdılar. Kimi? Məni. Nədən? Yuxudan. Kim oyadıb? Bəlli deyil. Olacaq qeyri-müəyyən şəxsi cümlə. Sonra qeyri-müəyyən şəxsi cümlələr müxtəsər və geniş olur. Müxtəsər cümlə nədir? Geniş cümlə nədir? Gəlin qısaca bunu deyim, elə bilin. Müxtəsər cümlə sadəcə mübtəda və xəbərdən ibarət olanda, yəni təkcə baş üzvlərdən ibarət olanda müxtəsər cümlə olur. Lakin hər hansısa bir ikinci dərəcəli üzv gəldisə, buraya bir dənə təyin, ya tamamlıq, ya zərflik nəsə daxil olursa, olacaq geniş cümlə. Bunu bu formada bilin. Hər iki formada olur. Sonra qeyd olaraq, xəbəri üçüncü şəxsin cəmində olan bütün cümlələr qeyri-müəyyən şəxsli cümlədir. Fikri yalandır. Doğru deyil. Çünki bu ümumi şəxsli də ola bilər. Ondan sonra adı nədir? Müəyyən şəxsli ola bilər. Baxarsınız ki, xəbər üçüncü şəxsdədir, amma cümləmdə mübtəda işlənib. İndi keçirəm ümumi şəxsli cümləyə. Ümumi şəxsli cümlə nədir? Hərəkət və hökmün hamıya aid olduğunu bildirir. Bayaq qeyri-müəyyən şəxsi cümlə nə idi? Bir qrup insana aid idi. Amma ümumi şəxsli cümlədə artıq bu fikir hər kəsə aiddir. Yer üzündə olan bütün insanlara verilən məsləhət, atalar sözü, məsəllər tipli sözlərdir. Aforizm tipli sözlərdir. Cümləmizin xəbəri ikinci şəxsin təkində ya da üçüncü şəxsin cəmində olacaq. Necə? Gəlin ilk öncə misal çəkək. Dostu dar gündə sınayarlar. Nə edərlər? Sınayarlar. Nəyi? Dostu. Nə vaxt, nə zaman? Dar gündə. Baxırsınız, cümləmdə mübtədam yoxdur. Sınayarlar. Üçüncü şəxsdədir. Üçüncü şəxsin cəmindədir. Bəs bu cümləm qeyri-müəyyən şəxsi cümlədir, yoxsa ümumi şəxsi cümlədir? Bunu necə seçirik? Avtomatik bir şey fikirləşirsiniz siz. Nəyi? Gətirdiyiniz zaman
Qarşısına onlar gətirin. Onlar dostu dar gündə sınayırlar. Bu onlar bir qrup insana aiddir. Yoxsa bu misal, bu söz hər kəsə mi aiddir? Deməli, kim sınayır dostu? Hamı. Hamı deyə bilirəmsə, hamını deyirəmsə, o zaman bu olacaq nə? Ümumi şəxsli cümlə. Çox vaxt bizi nə ilə çaşdırırlar? Burada artıq cümlədə məsələn mübtədanı verirlər də, eyni zamanda ya atalar sözü, ya məsəl gətirib verirlər. Siz də avtomatik bunu görən kimi ümumi şəxsi götürürsünüz. Xeyr, elə cümlələr ümumi şəxsi cümlə olmur. Baxırsınız, mübtədası harda görürsünüz? Mübtədası varsa, bu müəyyən şəxsi cümlədir. Məsələn, dost dar gündə tanınır. Bunun başqa formasını deyək də. Dar gündə tanınır. Nə edər? Tanınar. Kim? Dost. Artıq kim sualını verdim. Mübtədan var. Bu olacaq necə cümlə? Müəyyən şəxsli cümlə. Sonra qeyri-müəyyən şəxsli cümlədə çoxluq bir işi görürsə, ümumi şəxsli cümlədə iş hamıya aid olur dedik. Sonra qeyri-müəyyən şəxsli cümlələrin hamısını misalına çəkdik. Ümumi şəxsli cümlələr daha çox geniş cümlə şəklində olur. Yəni dediyim odur ki, daha çox ikinci dərəcəli üzvlərdən istifadə olunur. Müxtəsər ümumi şəxsli cümlələr də var, amma daha çox geniş formada olur. Qeyri-müəyyən şəxsli cümlələr, ümumi şəxsli cümlələr xəbərlərinə görə mübtədanı onlar və ya sən şəklində bərpa etmək cəhdləri düzgün deyil. Fikir təhrif edilmiş olar. Çünki sadəcə dediyim üsulla tapın. Heç onlar və səni gətirməyin də yerinə. Söhbət heç də konkret şəxsdən getmir burada. Sonrasında nə deyək sizə? Şəxsi cümləni deyək. Bir də uşaqlar bunu qeyd olaraq yazın. Ümumi şəxsi cümlələrdə xəbər yalnız feili xəbər olur. İsmi xəbər ola bilməz. Qeyri-müəyyən şəxsi cümlədə gətirib də biz bunu necə deyim, ismi xəbər verə bilərik. Amma ümumi şəxsi cümlələrdə ismi xəbər ola bilməz. Yalnız feili xəbərdir. Şəxsi cümlədən danışaq. Şəxsi cümlə isə nədir? Feilin şəxssiz növünü məncə xatırlayırıq. Feilin şəxssiz növündə nə idi? Mübtədasını cümlənin bərpa eləyə bilmirdik, yəni şəxsini gətirə bilmirdik. Mübtəda təsəvvür olması da qeyri-mümkün idi. Xəbəri nədə olacaq? Üçüncü şəxsin təkində olacaq. Və bunu deyək ki, şəxsiz cümlələr xəbərlərin ifadəsinə görə iki cür olur. Bir var ismi xəbərli şəxsiz cümlələr, bir də feilli xəbərli şəxsiz cümlələr. Məsələn, deyirəm səhərdir. Səhərdir. Səhərdir sözündə nədir səhərdir? Xəbərdir. Başqa heç bir şey tapmırsınız. Xəbərdir. Qabağa nə mübtəda gətirə bilirsiniz, nə bir şey. Bu olacaq necə cümlə? Şəxssiz cümlə. Yəni şəxssizdir. Ondan sonra qış axşamı idi. Nə idi? Qış axşamı idi. Nə idi? Qış axşamı idi. Gördünüz? Burada artıq heç bir şey gətirə bilmirsiniz. Olacaq necə cümlə? Şəxssiz cümlə. Və bu ismi xəbərli olanlardır. Bir də feili xəbərli olanlar var. Bunu feillə yadda saxlayın. Xəbərin şəxssiz növ feillərindən ifadə olunarlar. Məsələn, sənədlərə baxıldı. Sənəd nə etdi? Baxıldı. Nəyə? Sənədlərə. Kim tərəfindən baxılıb deyə bilmirik. Artıq nədir bu? Bilinmir. Baxıldı. Şəxssiz növdə. Deməli olacaq bu hansı cümlə? Şəxssiz cümlə. Topludan çox bu barədə sual görürəm mən. Ondan sonra bir də var. Frazeoloji birləşmələrlə ifadə olunan şəxssiz cümlələr. Məsələn, mənim ona yazığım gəlir. Mənim ona yazığım gəlir. Nə edir? Yazığım gəlir. Amma burada baxırsanız ki, mənim yazığımdır. Nə edir? Mənim ona yazığım gəlir. Hamısı bir yerdə xəbər getdi. Və istəyirsiniz qabağa nə qədər şəxs gətirməyə çalışırsınız, çalışın. Şəxs gətirə bilməzsiniz. Olacaq cümlə necə cümlə? Şəxssiz cümlə. Sonrasında bir neçə şeylərə deyək. Şəxssiz cümlələr həm müxtəsər, həm geniş formada olur. Məsdər və olmaq strukturlu xəbərli cümlədə şəxssiz cümlələrdir. Yəni bunları oxumaq olmaz. Gətirib sizə belə verəcək də. Bunları oxumaq olmaz.
Nə etməz? Oxumaq olmaz. Deməli, Macpulus olmaz deyirəmsə, bu zaman bu cümlədə adlanır şəxssiz cümlə. İndi isə mən sizə bir dənə söz cümlə haqqında məlumat verim. Söz cümlə nədir? Söz cümlə, bir dənə bunu deyək, yekunlaşdırırıq. Söz cümlə söz cümlə. Sintaktik cəhətdən təhlil edilmə imkanına görə iki yerə bölünür. Bir var üzvlənən cümlələr, bir də var üzvlənməyən cümlələr. Deməli, söz cümlə nədir? Üzvlənməyən cümlələrdir. Bu bayaqdan danışdığımız hamısı üzvlənən, yəni təhlil oluna bilən cümlələrdir. Bir də var təhlil olmayan, yəni üzvlərə, cümlə üzvlərinə parçalaya bilmədiyimiz cümlələr. Bunlar nələrdir? Suala cavab formasında işlənənlərdir və dialoq formalarında olur. Deyirəm ki, mənə yalan danışdın, məsələn. Qayıdıb mənə deyir ki, bəli, bəli. Deməli bu olacaq. Burada işlətdiyi bu bəli sözü olacaq nə? Söz cümlə. Söz cümlələr nələrlə ifadə olunur? Təsdiq və inkar ədatlarından, modal sözlərlə, nidalarla, bunlarla istifadə olunur. Bunlar artıq söz cümlələri adlanır. Sonrasında cavab nümunələrində modal söz, ədəd və nida ilə bərabər bəzən bir də gözləyib görüm oranı veriblərmi? Mübtəda xəbər əlavə etdikdə həmin cümlə söz cümlə hesab olunmur. Məsələn, deyirəm ki, mənə yalan danışdın. Səni bunun arxasından gətirib də, bəli, danışdım. Özü də çox formasında deyirsə, artıq bu cümlə söz cümlə olmur. Alacaq normal cümlə. Təhlil eləyəcəksiniz. Bəlini sadəcə olaraq nida olduğu üçün, yəni burada artıq ədət olduğu üçün biz təhlilə cəlb etməmiş olacağıq. Ümumilikdə bu qədər. Nəsə sual olsa, hamısına baxarıq.